Ağızdan çıxan boş və zərərli sözlər kimi deyilməsi zəruri olub deyilməyən sözlərin də hesabı vardır. Əbu Hüreyrə radiyallahu anh belə rəvayət edir. Biz sahabələr arasında bu həqiqəti eşidərdik. Qiyamət günündə bir insanın yaxasına heç tanımadığı bir adam gəlib yapışacaq, adam təəccüblə məndən nə istəyirsən? Mən səni heç tanımıram ki, deyər. Yaxasından yapışan adam isə dünyada ikən məni xəta və çirkin əməllər edəndə görərdin, ancaq xəbərdar etməz və məni həmin pis əməllərdən çəkindirməzdin, deyərək ondan şikayətçi olar. Bu mənada təbliğ və irşad etmək imkanımız varkən, laqeyd yanaşdığımız neçə insanın məhşər günü yaxamıza yapışıb, səndən əvvəlki insanların ixlaslı səyləri nəticəsində İslam ilə şərəflənmişdin. İslam nədir, iman nədir bilirdin. Mənə niyə başa salmadın? Mənim atəşdən qurtulmağım üçün nəyə görə yardımını əsirgədin? Deyə biləcəyini unutmamalıyıq. Əbu Əli Əd-Dəqqaq radiyallahu anh haqsızlıq qarşısında haqq və həqiqəti təbliğdən uzaq durmağın bir iman zəifliyi olduğunu ifadə etmək üçün belə buyurmuşdur. Haqqı söyləməyib, sükut edən insan dilsiz şeytandır. Resulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Sizdən hər kim bir pislik görərsə, onu əli ilə düzəltsin. Buna gücü çatmırsa, dili ilə düzəltsin. Buna da gücü çatmırsa, qəlbi ilə kim bəsləsin, belə ki, bu imanın ən zəif halıdır. Əssəlamu aleykum və rəhmətullah və bərəkatuhu.